Salam izləyicilər, bugün sizlərə 90-cı illərin tortu olan çox dadlı, ləzzətli nağıl tortunun reseptini bölüşürəm. Deməli, bunun üçün ilk öncə qaba 5 dənə yumurta tökürük, 1 çay qaşığının ucunda duz tökürəm və 125 qram şəkər tozunu, yəni yarım stəkandan bir barmaq ölçüsü biraz çox, yarım stəkandan cüzü çox şəkər tozunu bura töküb, mikserlə gördüyünüz kimi köpüb ağarana qədər qarışdırıram. Tam ağarıb qarışandan sonra 1 stəkan dolu unu, yəni 200 ml stəkandan 1 stəkan dolu unu və 1 paket qabartma tozunu bura əlavə eləyib, ələkdən keçirdə gördüyünüz kimi ehmalca qarışdırıram ki, unun içərisində topak qalmasın. Mən burada indi videoda tezləşdirmişəm, amma siz yəni ehmalca qarışdırın ki, unun içərisində qətiyyən topak qalmasın, yaxşıca içərisinə qarışsın. Hazırladığım biskvit xəmirini yağlı kağız sərdiyim listə tökürəm. Tökəndən sonra listin hər tərəfinə yaxşıca dördbucaq formasında yayıram. Fikir verin ki, nə bir tərəfi çox nazik, nə bir tərəfi çox qalın olmasın. Və qoyuram 180 dərəcədə yarım saat pişsin. O pişərkən biz də kremimizi hazırlayırıq. Krem üçün 2 dənə yumurtanın sarısını götürmüşəm. Üzərinə dediyim kimi yenə 200 ml stəkandan 1 stəkan dolu şəkər tozunu tökürəm və 1 stəkan süd də töküb bunları yaxşı-yaxşı çırpıcı ilə qarışdırıram. Qoyuram vamxodda ocağın üzərində qaynara düşənə kimi qarışdırıram. Dayanmadan qarışdırmaq lazımdır ki, əks halda əgər qarışdırmağı buraxsaz, ola bilər ki, dibinə yapışsın. Artıq qaynamağa başlayanda təxminən 1 dəqiqə qaynadırıq və ocağın üzərindən götürüb bir boşqaba əlavə eləyirik. Və üzerini bir streçlə örtürük ki, soğuyanda qabıq verməsin. Qoyuruq bir kənarda soysun krem. Biskvitim də artıq bişib hazırdır. Əlavə bir yağlı kağız götürüb tərsinə gördüyünüz kimi çevirirəm və yağlı kağızı altından çıxardıram biskvitin. Və biskvitin artıq çıxan kənarları olur, səliqəsiz yerləri. Onu da belə gördüyünüz kimi nazik formada kəsib çıxardıram. Tortumuz düzbucaqlı olacaq. Ona görə lazımdır ki, səliqəli, eyni bərabər ölçülüyündə olsun. Və mən tortu 3 hissə eləyəcəm. Yəni biskviti 3 hissəyə böldüm. Bunu da dəqiq eyni bərabər ölçüdə olmağı üçün xəttkeşdən istifadə elədim. Biskvitin enliliyi məndə 36 sm alındı və mən bunu 3 hissəyə, yəni 12 sm enliliyindən kəsib üst-üstə qoyub bir kənara qoydum. Və keçirik indi kremini hazırlamağa. Krem üçün mən burada 250 qram kərə yağı götürmüşəm. Yumşaq otaq temperaturunda olmalıdır kərə yağı. Və bunu mikserlə ağarana dək qarışdırırıq. Pişmiş krem də artıq soyuyub. Bundan da bir xörək qaşığı əlavə eləyə mikserlə qarışdırıram. Çünki bir dəfəlik töksəz krem ola bilər ki, çürüsün. Yəni məndə olub belənçinə bir dəfəlik tökmüşəm. Sonra kremim çürük alınıb. Ona görə yəni mütləq sizə tövsiyə edirəm ki, bir qaşıq tökün ki, krem qəşəng alınsın. Çox gözəl, dadlı, dondurma dadında bir krem alınır. Bu tortun kremini hər cür tortlarda istifadə eləyə bilərsiniz. Deməli, 3 dənə ayrıca boşqab götürmüşəm və hərəsindən təxminən 1 xörək qaşığı bura kremdən əlavə edirəm. Tortun üzərini bəzəmək üçün bura elə bir çəhrayı rəngdən biraz əlavə eləyirəm. Digərinə də yaşıl rəngdən biraz tökürəm. Və 3-cü tortun kreminə də 2 xörək qaşığı kimi kakaonu töküb bunları qarışdırıram. Artıq başlayıram tortumu yığmağa. Biskvitin altına biraz krem sürtürük ki, mən tortu burada hazırlayanda biskvit o yan bu yana qaçmasın. Və biskviti islatmaq üçün şərbətə batırıram mən fırçanı. Biskviti yaxşı-yaxşı isladıram ki, mən kremi bura sürtəndə kremi yaxşıca canına çəksin. Əgər şərbət yoxdursa, əvəzində mürəbbə suyuna biraz su qatıb, onu da şərbət kimi istifadə eləmək olar. Kremdən də elə bir 3 xörək qaşığı biskvitin üzərinə töküb yaxşıca hər tərəfinə yayıram. Və yayandan sonra ikinci biskvitimi də buraya yerləşdirib, onu da yaxşıca şərbətlə isladıram. Eynən onu da birinci biskvit kimi kremləyirəm.
Bir də onu da qeyd edeyim ki, mən burada gördüyünüz kimi 4 biskviti üst-üstə qoydum. Çünki mən əlavə də biskvit hazırlamışdım. Ona görə bir qat əlavə elədim üzərinə. Amma siz bunu eləməyə də bilərsiniz. Məndə sifariş olduğu üçün bunu 4 qat elədim. Amma siz mənim dediyim kimi orijinal, yəni bu reseptlə eləsəz, tortunuz 3 qatda çox qəşəng alınacaq. Yəni tortun bütün qatlarını üst-üstə yığandan sonra artıq qalan kremlə tortun kənarlarını da kremləyirəm və ən son kənarda hazırladığım kakaolu kremi də tortun üzərinə yayıram. Yayandan sonra biskvitin kənarlarını artıq yəni kəsdiyimiz kənarlarını ovuntu halına gətiririk və bura 2 xörək qaşığı kakaonu da əlavə edib bunları tezdən qarışdırıram və bəzək kimi tortun kənarlarına belə gördüyünüz kimi yapışdırıram. Və keçirik ən maraqlı olan tortu bəzəmək hissəsinə. Belə gördüyünüz kimi mən çəhrayı rəngdə olan kremlə güllər hazırlayıram. Siz bunu istəsəz başqa tort başlığından da istifadə edə bilərsiniz. Tortu əslində istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən sadəcə orijinal nağıl tortu kimi olmasını istədim. Və belə gördüyünüz kimi yaşıl rəngdən də yarpaqlarını düzəltdim gülün. Çox gözəl alındı. Əminəm ki, dadı da çox ləzzətli olacaq. Mütləq siz də hazırlayın. Sağ olun, salamat qalın.